Heydər baba, dünya yalan dünyadır. Süleymandan, Nuhdan qalan dünyadır. Oğul doğan, dərdə salan dünyadır. Kim kimsəyə hər nə verib alıbdır. Əflatundan bir quriad qalıb. Böyük Tanrının adı ilə və yadı ilə hünər bəsləyən Azərbaycan xalqı və habelə Sulduzun ağır düşüncəli, milləti görkəmli şairləri və yazıçıları və şəfahi və kətbi ədəbiyyat sahəsində addım atanları unutmayıb və unutmayacaq və tarix boyu onları əziz tutacaq. Bizim xalqımız şeir, folklor, ədəbiyyat, tarix və zəngin dil sahəsində çalışanlara və hünər sahəsində maraq göstərənlərə hörmət qaildir. Bizim şanlı Sulduzda ürək sözün yazanlar, zülmətin bağrın deşənlər və aydın baxışlı və ulusun dərdin yazan və qanan şairlərimiz çoxdur. Sulduzun şairləri, yazanları parlayan ulduz kimi yaşayış ərsəsində və ədəb səmasında nur saçıb və işıq verirlər. Yəqin ki, şairin çəkdiyi nəfəs və atdığı addım və danışığı özünün deyil. Ağlamağı, gülməyi və tam yaşayışı elinə bağlıdır. Heç bir şey onları susturanmaz və həqiqətdən ayıranmaz. Şair bir dənizdir, sakit dursa da. Vaxt olar kükrəyib qayalar yıxar. Mənasız, hədəfsiz deyil həyatı, qurumuş çöllərə bulaq tək axar. Biz Fitr bayramında şairlərimizin, yazanlarımızın, aşıqlarımızın xidmətindəyik və bu bayramı tamam əzizlərimizə, böyük millətimizə təbrik deyib və uğurlu günlər diləyirik. Şəm-i cəm-i pakbazandır Əli, muqtədai yekkitazandır Əli, məhrəm əsrar Peyğəmbər Əli, hakbaz o yar Peyğəmbər Əli, Məkkə gün aydır, Furuğu Mustafa, Kəbə xatəmdir, Necini Murtəza. Bərnaməmizin əvvəlində Aşıq Rıza Puyəndənin xidmətindəyik. 1344-cü ildə Kəhrizə kəndində Sulduz şəhərində anadan olub. 20 il bundan qabaq Aşıq Rıza mühəndis Bəhrami cənabları təxəllüsü yanandı və Sulduzun görkəmli və hörmətli şairidir. Onun sözləri ilə və şeirləri ilə Qopuz tərəfə üz gətirib və idaməsində şəhrimizin dəyərli şairi Sulduz Dəyirmançı oğlunun sözləri ilə və şeirləri ilə mərdumun və ulusun dərdini Qopuzun telinə tapşırıb. Biz Aşıq Rızanın xidmətindəyik, xoş gəldin deyirik və bu əziz gündə Aşıq Rızanın sözündən və sazından bəhrəmənd olacaq. Mən də təşəkkür edirəm Ötür Məhəmmədi cənablarından və əziz muhtərəm şairlərimizdən. Böyük Allahın və adı yadı ilə əziz ellər, salam ərz edirəm qulluğunuza. Allah həmişə şadlıq, dilxoşluq versin. Arzumuz, diləyimiz budur, sizi şənliklərdə görək, dilxoşluqlarda görək. Bir qətə şeir üçün qədr gecələrində qərar tapmışıq. Sulduz Dəyirmançıoğlundan bir dişləmə oxuyacağım, deyəcəyəm, birini də oxuyacağım. Rəhmət gecəsidir, rəhmət nişanı. İnna ənzəlnâhə fî leylətul qədr. Yoxdur bu gecədən əziz bir gecə, Leylatul Qədri xeyrun min əlfi şəhr. Titrədi vücudu tərəxtı candan, məqam-ı nübüvvət olanda bəyan, günəş boylandıqca yazdı asman, Salamun hiyə, hətta mətlə'il fəcr. Sulduzam qədridən canına payım var, İlham dağlarında tutmuşam qərar. Kasıblıq odudur ya əzabınlar, İçirdər yoxsula həlahıl bir zər. Bir əmraha havası ilə qulluğuzdayam. Hey boyun ey imamətdir rüku qaşların, Şül cəmaulun qulhu vallahu əhəd. Dodağın həqiqət gözünə dalət, Mübarək əllərin Allahu səməd, Allahu səməd.
Mübarek ellerin Allahu Semed, Allahu Semed. Boyun imamettir ruku qaşların, gül cemalın kul huvallahu ehad. Dodağın həqiqət, gözünə davlət, mübarək əllərin Allahu Semed. Elə gecələr elə zavıdı günlüz əslanır. Ürəyi Ələstin ağır peymanı. İnna fətəhnədən vardır nişanı. Hər iki dünyanın sırrına bələt, sırrına bələt. İnna fətəhnədən vardır nişanı. Hər iki dünyanın sırrına bələt, sırrına bələt. Gecələr zahıdı gündüz əslanır, ürəyi Ələstin ağır peymanı. İnna fətəhnədən vardır nişanı, hər iki dünyanın sırrına bələt. Bu şeirlər Həzrət Mevla Aleyhisselamın şənində məqamında yazılır. Elə suldu deməklə ulanır, çıxar külümdən. Anal hağı navlası düşməz dilimdən. Yapışsınlar gündə Mevla əlimdən, yanıram ya Əli, təysənnəm mədət. Yapışsınlar gündə Mevla əlimdən. Elə yanıram ya Əli, təysənnəm mədət, təysənnəm mədət. Sulduzam lavlələr çıxar külümdən, Ənəl haq navlası düşməz dilimdən. Yapışsın dar gündə Mevla əlimdən, yanıram ya Əli, təysənnəm mədət. Məndən bu qədər, sağ olasın.